Neçə yaşı var uşağın? 19 yaşının içindədir. O dekabrın 7, üzümüzə gələn dekabrın 7-sində 19 yaşını tamamlayacaq, 20-yə keçəcək. Belə, bu qaydada duracaq. Bu videomuzda 19 yaşı olsa da cəmi 4-5 yaşlı bir uşağı xatırladan Vüsalə Ədilovanın qeyri-adi və kədərli həyat hekayəsini sizlərə təqdim edəcəyik. Onun həyatındakı inanılmaz detallar sizi həm təəccübləndirəcək, həm də xeyli düşündürəcək. Vüsalə Ədilova 2006-cı ilin dekabrın 27-sində Ağdaşın Əmrah kəndində dünyaya gəlib. Anadan olduğu gün hər şey gözəl və ümidverici idi. Lakin çox keçmir ki, onun doğulduğu ailədə gözlənilməz hadisələr baş verir. Vüsalə 4 aylıq olarkən atası anasından ayrılır. Atasız böyüyəcək qızcığaz barəsində veriləcək ən dəhşətli xəbər isə hələ qarşıda idi. 2 il sonra həkimlərin müayinəsi zamanı məlum olub ki, o anadan gəlmə yod sindromu xəstəliyindən əziyyət çəkir. Bu isə o demək idi ki, o elə görkəmcə uşaq olaraq qalacaqdı. Kamera əlidə. Ana, bura bax. Sağ ol elə, sağ ol elə. Bu gün 19 yaşı olmasına baxmayaraq, Vüsalənin boyu və çəkisi 4-5 yaşlı bir uşağın ölçülərinə bərabərdir. O nə danışa, nə də hərəkət edə bilir. Doğmaları ilə yalnız əl işarələri ilə ünsiyyət qurmağa çalışır. Bəzən çox az olsa da gülməklə ətrafdakı hadisələrə reaksiya verir. Ağdaşın Əmrah kəndindən anadan olub. Ondan da belə sonra apardıq həkimə, dedilər ki, belədir. Və buna da heç cürə mümkün olmadı. Mən biləm, öz həyatımdakı belədir də. Bir qızımdır, bir də uşaqdır. Başqa kimsə yoxdur. Ailədə neçə uşaq var? Bir dənə anasından, bir dənə gözünün ağarısı bir uşaqdır, o şişası belə, vəziyyətdə. Və bunun başqa evladı yoxdur. Deyəsən ki, hə, bundan başqa arısı var, xeyr. Budur. Bu uşaq artıq yeni yetməlidir, belə deyil, 19 yaşı 19 yaşınsa var, bəli. Bir ki, ana bətnində olub, olmuşdu, bilmirəm. Amma oğlandan 2 il sonra bildi ki, bu vəziyyətdə duruşur. Apardıq həkimə, dedi, gedəcək. Elə belə də gedəcək bu. Hava kimi yaşayacaq, elə də saxlayasın. Bunun yanı, bundan başqa çıxış yolu yoxdur. Xeyr, nə danışanmır, nə yeriyənmir, nə ayaqsa durur, salar əsir belə. Qıçanın diz qapağında ət yiyir, sümük yoxdur. Vəziyyətdə. Bütün günü də gün 24 saat belə qucaqda. Qucağından da yerə qoysan ağlayır. Ağlatmağa da adam röya ağlayır ki, ağlatmaq istəmir. Uşaq, bax belə deyək də, nəsə istəyəndə necə müraciət edir? Bax, yeməkdir, çaydır, su istəyir, orada qazan görüb barmağı ilə başa salır. Ondan sonra bağışının altı narahat olanda əli ilə qandırır. Yəni bunu danışmaq icazə yoxdur. Su, yemək, çölə çıxmaq istəyəndə, bayra getmək istəyəndə əli ilə başa salır. Yeməkdir, çaydır, belə şeylər. Yoxsa başqa bunun danışmaq istəyi yox, icazı yoxdur, ehtimalı yoxdur. Heç bir malıcası yoxdur. Yemək istəyəndə stolun üstünü görsədir, bir də su qablarını görsədir. Yəni orada məhz su verir, nə çay verir, belə şeyin əli ilə başa salır. Danışmaq icazı yoxdur. Ancaq barmağı ilə başa salır. Yoxsa bunu danışa bilmir. Yemək istəyənə həmsini gəlir, əli ilə işarə edib başa salır. Çölə çıxmaq istəyir, ağlayır, əlindən uzadır ki, mən çölə çıxardım, kəzdirir. Yəni, çaydır, çörəkdir, belə şey hamısını əllə başa salır, danışa bilmir, yox. Vüsalənin həyatına dair hər detal ağrılıdır. Lakin ən çox təsir edici məqamlardan biri onun danışmağa çalışmasıdır. Kamera əlidə. Ana, bura bax.
Sağ ol elə, sağ ol elə. Hər bir cəhdində üzləşdiyi maneələr onu daha da çətin duruma salır. Ağzındakı əzələ çıxıntısı onun dilinin ağız boşluğunda qalmasına maneələr yaradır. Elə buna görə də qızcığazın dili daima dodaqlarından bayırda qalır. Həkimlər bu vəziyyətin əməliyyatla aradan qaldırılmasının onun yaşaması üçün təhlükəli ola biləcəyini bildiriblər. Allah nə deyim, uşağın üzünə baxıram, yəni vəziyyətdə deyirəm, ya Rəbb, mən Allah əziyyətimi itirməsin. Bu uşaq mənə əziyyətimi itirər, yəni. Nə bilim, Allahdan, Allah verən də Allahdır, alan da Allahdır, məsləhət onundur. Yəni belə baxırsan, görürsən ki, dili yoxdur danışmağa, adam özünü saxlaya bilmir, ürəyi parça-parça olur. Yəni bu cürə uşaq bu boyda saxlı, bu bir kəlmə dillə söz gətirib deyə bilmir ki, nənə, ay mama, mən filan şey ver, ancaq əlin. Danışmaq şeyi yoxdur. O şeylərin, məsəl üçün, qucağına gedir, aparsan arasa, görsən danışa bilmir, kimsə oynadır bunu, gülür, amma danışa bilmir, bu da adam ürəyin ağrıdır. Bundan başqa bunun, yəni danışmaq şeyi yoxdur, gördüyünüzdə budur, ürəyin parça-parça olur, nətər olum qadına. Bir adam var, bir dəqiqə siz bununla danışın, mən həyədən keçirəm. Görəm, ya Rəbb, mənə nətər olacaq bu uşağın axırı. Nə bilim, adam ürək ağrıdır, ürək ağrıdır, eləyərlər. Deyirlər, bir belə də yox. Görən olanda, bax, eləsi var ki, yaxsaqqaldır, görür, gözündən kökümü tökür ki, bu uşaq görəndə məvrəyin parça-parça olur. Ondan sonra bu uşaq Allah verir, Allaha qurban olun. Gələk, heç nəsibdən verməyəydi, veribdi, dərdim vermiş, dərmanını da verəydi. Eləsi var, Allah, məndən də yaşlı böyükdür, bəlkə anamdan, dədəmdən də yaşlıdır. Görsən, baxır, uşağa baxır, deyir, bu da qonşuluqda bir dənə kişi var, axsaqqal adamdır. Bunu hər yolda göründə gözündən köküm tökür ki, Allaha qurban olun. Bu uşaq bu cür, kula kimi uşaq niyə belə oldu? Uşağın səhhətində ağrılıq olmur. Hansı ağrılıqlar var? Ən çox onun ağrılıq, elə bir boğaz hissəsidir. Nə bilim mən, çox ağlayanda buradan boğazının dalın, boynundan damar çıxır çölə. Nə bilim, nə deyim sizə qadan qalım. Hansı xəstəlikləri var, bax, onu deyim. Rəxitlikdir, yox, sindrom şey var, nəsə belə bir şu xəstəlikdir, ondandır. Gündə inkişafdan dayanıb. Bayaq dediniz ki, zopu da var. Bəli, zopu da var, bövrəklərində daşı da var. İndi o gün həkim baxıb deyir, kişidə də var bu uşaqda. Mən yazıram, bir beləni fikirləşməyən, ana olsun, nənə olsun, fərqi var, adam ürəyə parça-parça olur. Bir əldə ətli gör, bunda nə qədər xəstəlik var. Həkim deyir, bövrəklərində daş var, birində 4 mm, birində 7 mm. Da bunun nə qaldı? O gün həkim ağdaşda baxdı, buna ruziyyət sağlı, o boyda həkim gözünə yaşı su kimi axdı ki, bu nədir bunun bu vəziyyəti, Allah ona bir şey veribdir. Onunla da onun teydi yanıb. Öyle belə, nəsə soğuq deyəndə, sistem köçüdürəm, amma yox. İndi bir dənə qaldı ki, boğazını görək də, buralarda harada yaxşı həkim var, bu oyunda çəkən həkim var, tüm boğazını zopu ilə bir dilin altında artıq ət var. O kəsilsə, o uşaq danışa bilər. Bu öskürməyi var, öskürməyi nə iləndir? Öskürməyi boğazında zop var, zop yekəlir ağzında, onun boğazını sıxır, dildə yekədir ağzında, ona görə də danışa bilmir. Zopundandır, öskürməyi zopundandır. Bu dili çıxmağı? Dili çıxmağı, dilin altında artıq ət var, odur. O kəsilsə, bəlkə də o uşaq danışa bilər. Onu da bərdə də mənə həkim deyir ki, onun dilin altında ət kəsilsən, o uşaq tələf olacaq. Ona görə də qorxuram. Amma bu zopunu kəstirə bilərəm. Bu da gərək yaxşı həkim ola ki, yanında kimsə ola, onu elə kəstirə bilərəm, yoxsa yox. Hər həkimin də əldə vermək olmur. Ümumiyyətlə, nəsildə belə bir xəstəyi olan insan olubmu? Xeyr, ata tərəfində var. Bizim nəsildə yox, o ata tərəfində var. Ata tərəfində var, hə. Orada elə bir əmsidir, balaca əmsi, elə boydan balaca. Amma o yeriyir, belə şikast öyle, dili yox, ağzı yox. Yox, o yeriyir, amma belə boy balaca, tutulan boy deyirlər buna. Elə boy balaca əmsidir, balaca əmsi. Yoxsa belə şikastlıq yox. Bir dənə bunda oldu belə. Onun nəslində var, amma belə yox. Televizora baxanda gedir, otur televizor qavandan, çox mutluya baxır, orada kimsə oxuyanda, oynayanda başı ona baxıb, o da həvəslənirlə oynayır. Ən çox televizora mutluya baxır. Ondan bilim mən, kimsə mahnı oxuyanda oynayır, öz-özünü oynayır, gülür, özü oynayır, özü də gülür. Demirəm, ancaq müəyyən şeylər var, nə bilim mən, bu televizora baxmaq barəsində deyirsinizsə,
O dediyim kanallarda konsert olanda hə, kino yox, ancaq multfilm konsert olanda hə, görsən ki, öz-özünü danışır, gülür. Bax, vuruş barmaqlarını sayır, gətirir, AB deyir, nə bilim mən. Ruşkanı götürür, yazı, yalandan dəftəri qaralı yazır. Belə şeylə başını qatır.